Müəllim sənətdə deyil, müəllim ürəkdən müəllim olmalıdır. Əgər peşəni sevirsənsə, deməli o çətinliyə də sən çox asanlıqla sinə gələ biləcəksən. Salam, hər vaxtınız xeyir olsun. Əziz Planet FM dinləyiciləri, siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz və sizinlə mənəm Nigar. Bugün çox gözəl bir gündür. Oktyabr ayının 3-üdür və bilirsiniz ki, cəmi 2 gündən sonra Beynəlxalq Müəllimlər Günüdür, oktyabr ayının 5-i və bu müqəddəs gün ərəfəsində biz belə qərara gəldik ki, mütləq ömrünün böyük bir hissəsini müəllimlik peşəsinə həsr edən və Bakının ən tanınan məktəblərdən birinin rəhbərini efirimizə dəvət edək. Onunla bərabər bugün ərəfəsində müasir təhsilin, müasir müəllimin, müasir şagirdin qarşısında duran tələblər hansılardır? Bu mövzunu ətraflı şəkildə müzakirə edək. Beləliklə, bugün mənimlə həmsöhbət 6 nömrəli məktəb liseyin direktoru olacaq əməkdar müəllim Gülşən xanım Orucova mənimlə bərabərdir. Gülşən xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Bəri başdan sizə təbrik edirəm qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibəti ilə. Təşəkkür edirəm həm dəvətinizə görə, həm təbrikinizə görə. Minnətdaram. Və elə ondan başlamaq istəyirəm ki, Gülşən xanım, siz əslində kimya fakültəsinin məzunusunuz Bakı Dövlət Universitetinin. Amma birdən-birə kimya müəllimi və kimyaçı, belə deyim, Bakı Dövlət Universiteti əsasən kimya ixtisası üzrə mütəxəssis alim yetişdirir. Və siz alim olub Azərbaycanın kimya sənayesində çalışmaq əvəzinə çox çətin bir işi seçdiniz. Bəlkə də kimya sahəsində alim olmaq bundan qat-qat asan olardı və bir neçə əsəb hüceyrənizə də qənaət etmiş olardınız. Bunu etiraf etmək lazımdır, amma çətin yolu seçdiniz, müəllim olmağı seçdiniz və 1989-cu ildən bu yana müəllimlik, pedaqoji fəaliyyətlə məşğulsuz. 92-ci ildənsə həyatınızı bağlamısınız 6 nömrəli məktəbə və 2010-11-ci tədris ilindən də məktəbin direktoru təyin olunmusunuz. Çətin deyil bu iş, yəni peşman olmamısınız heç vaxt bu seçimlə? Əvvəla, müəllim olmaq mənim uşaqlıqdan arzum olub, valideynlərim də müəllim olublar. Mən hətta kimya fakültəsində, universitetdə təhsil aldığım vaxt bizim psixologiya dərsimiz olurdu və o vaxt Əjdər müəllim rəhmətli belə bir sorğu aparırdı. Mənə sual vermişdi, çünki ixtisasım kimyaçı müəllim idi. Kimyaçı yoxsa müəllim? Mən demişdim ki, mən mütləq müəllim olacağam, çünki mən uşaqları sevirəm. Müəllim sənətdə deyil, müəllim ürəkdən müəllim olmalıdır. Əgər peşəni sevirsənsə, deməli o çətinliyə də sən çox asanlıqla sinə gələ biləcəksən. İstənilən halda hər bir sənətin bir çətinliyi var və müəllimlik elə bir sənətdir ki, o ömrü boyu öyrənməsə, müəyyən vaxtdan sonra onun verəcəyi heç nə qalmayacaq. Öz üzərində işləmək, yaradıcı olmaq və həqiqətən də qarşındakı şagirdi öz evladın kimi qəbul edib, ona münasibətdə qərar qəbul etmək həmişə düzgün qərar olur. Müəllimlər haqqında stereotip fikir var və biz dəfələrlə bu fikri eşitmişik, eşitməyə də davam edirik ki, əvvəl müəllimlər başqa idi. Biz müəllimlərin nə işlə məşğul olduğunu bilmirdik. Biz elə bilirdik ki, müəllim yemək yemir. Düzdür, mənim həmyaşlılarım artıq bu sözü demirdilər, amma məsələn, mənim valideynlərim bu sözü rahatlıqla deyirdilər ki, bizim üçün müəllim müqəddəs bir peşənin sahibidir. Biz ona sözün əsl mənasında bir valideyn kimi yanaşırdıq, bizi öyrədən kimi yanaşırdıq və müəllimdən daha çox çəkinirdik. Mən belə hesab etmirəm ki, bu düzgün pedaqoji istiqamətli müəllimdən çəkinmək. Məncə, şagird müəllimlə dost olmalıdır və indi dəbdə olan söz var da, emosional intellekt, empatiya. Yəni müəllim öz şagirdinə qarşı empatiya hissini mütləq duymalıdır, hiss etməlidir. Yəni müəllim təkcə inzibati tapşırıqları yerinə yetirən və sinfə gəlib diktə edən olsa, onda o öyrətmək qabiliyyəti ikinci plana keçəcək və ümumiyyətlə belə müəllimdə öyrətmək qabiliyyətinin olmağından söz də gedə bilməz. Müasir müəllim necədir Gülşən xanım? Kimdir o? Müasir müəllim müasir cəmiyyəti qəbul edib düzgün anlayan insandır. Yəni dediyiniz kimi, əgər əvvəllər müəllimə tamamilə başqa bir rakursdan baxırdılarsa, bugünkü nə uşaqlar həmin şagirdlər deyil, nə valideynlər həmin valideynlər deyil. Əvvəla siz deyən kimi empatiya yaratmaq, uşaqlara inamını qazanmaq və o inamı itirməmək ən birinci şərtlərdən biridir.
Bəzən ən yaxşı müəllimlə ən yaxşı şagirdin belə kontakta alınmır, müəyyən problemlər olur. Bu da ondan irəli gəlir ki, yəqin ki, müəllim həmin şagirdin ürəyinə yol tapa bilmir. Mən 15 il tamam olub artıq ki, məktəbin rəhbəriyəm. Mən heç vaxt qapımı bağlamıram və şagirdlərimə həmişə deyirəm ki, mənim qapım valideynlərə deyil, müəllimlərə deyil, sizin üçün açıqdır. Və bugün təvazökarlıqdan uzaq da olsa fəxrlə deyə bilərəm ki, şagirdlər mənim yanıma ailəsindən gizli qalaraq müəyyən problemlərini həll etmək üçün etibar edə bilirlərsə, deməli mən həyatda nəyəsə nail olmuşam. Bu mənim üçün əsasdır. Və rəhbərlik etdiyim dövrdə mən belə deyək, fənn müəllimi olaraq fəaliyyət göstərməyi dayandırdım. Çünki yaxşı bir müəllim olmuşam, amma inzibatçı olaraq həm də müəllimliyi davam etmək bu tam özünü müəllimliyə sərf etməyə mane olur deyə müəllimlikdən imtina elədim. Amma mən o mühit üçün darıxıram. Çünki uşaqlara ünsiyyətdə birbaşa olmadıqda onların o nəbzini tuta bilmirsən. Amma boş dərsləri olanda onlarla söhbət etmək, diskussiya aparmaq, bölüşmək, mən o boşluğu ondan doldura bilirəm. Və bayaq dediyim kimi o direktor gəlir deyə ondan çəkinmək, mən bunu qəbul etmirəm bugünkü gündə, xüsusən bugünkü müasir uşaqlarla ünsiyyətdə olmaq və onların o nəbzini tutmağı bacarmaq problemlərin yarısının həll olması deməkdir. Ümumiyyətlə Gülşən xanım, inzibati vəzifədə olmaq çox çətin məsələdir. Çünki bax o deyirsə direktor gəlir, çox ciddi rəhbər, yəni məktəb rəhbəri istər təhsil üzrə, tədris üzrə direktor müavini olsun. Məsələn, mənim oxuduğum məktəbdə biz o zavuçdan, dırnaqarası, yəni zavuçdan deyək, daha çox çəkinirdik nəinki direktordan. Ümumiyyətlə direktoru çox nadir hallarda məktəb dəhlizlərində görmək olurdu və ona görə də biz tədris hissə müdirindən daha çox çəkinirdik və o sanki bütün sinifləri, şagirdləri ad-bad yadda saxlayırdı, dərs cədvəlini əzbər bilirdi. Yəni daha çox çəkinləsi adam idi belə deyim. Direktorsa hansısa tədbirdə çıxış edən, məsələn, bir söz Azərbaycan ədəbiyyat müəllimi olanda xüsusilə, yəni biz onu gözəl nitqləri ilə yadda saxlamışdıq. Bu da bəlkə doğru yanaşma deyil, amma həddindən artıq, yəni səmimi olmaq da doğru yanaşma deyil. Burada qızıl ortanı tapmaq əsas məsələdir. Çünki həddindən artıq səmimi olsaz, biraz o nüfuz məsələsi var da, o da yəni itirilə bilər. Bax, bu qızıl ortaya necə nail olursunuz? Mənə çox maraqlıdır. Hə, o mütləq ki, vacibdir. Əlbəttə, şagirdlərlə ünsiyyətdə olmaq, onlarla dostluq etmək demək deyil. Sadəcə olaraq onların tələblərini duymaq, onlar üçün lazımi şəraiti yarada bilmək və uşaqlar bunu olduqca gözəl hiss edirlər ki, onların ürəyindən keçəni əgər bugün həyata keçiririksə, sözsüz ki, məktəbin də olunan tələblərinə cavab verməyi biz tələb edə bilirik. Bax, o qızıl ortanı tutmaq bu baxımdan mən də razıyam ki, çəkinmək yox, hörmət qazanmaq bu çox vacibdir. Hətta belə bir çox hallar olub ki, mənim özüm hiss etmədən uşaqların o məktəbin həyatında elə iştirak etmək ki, məktəbin nüfuzunu qaldırmaq üçün, məktəbin müdiriyyətinin adı uca olsun deyə biz hətta dərsdən sonra qalıb bu vəzifələri yerinə yetirdik, bu layihələrdə iştirak etdik. Bu artıq mənim üçün böyük bir göstəricidir. 6 nömrəli məktəbdə təkcə rus bölməsi, əvvəl ancaq rus bölməsi idi. Bu məktəb bu cür fəaliyyət göstərirdi. Daha sonra Azərbaycan bölməsi açıldı və siz Azərbaycan bölməsinin ilk müəllimlərindənsiniz 1992-ci ildə. İndi isə ingilis dilində də tədris aparılır bu məktəbdə. Bax, bu balans necə qorunur Gülşən xanım? Bir stereotip də var ki, rus bölməsi, Azərbaycan bölməsi şagirdlərinin arasındakı fərq dünya görüşündə və yaxud da indi ingilis bölməsi də əlavə olunub bura. Ümumiyyətlə bir fərq var. Məsələn, şagird Azərbaycan bölməsində tədris alır ya da xarici dildə oxuyur. Yəni müəllimdə mi fərq var, dərslikdə mi fərq var, yoxsa şagirdlərin özündə bəlkə ailədən gələn bir məsələdir. Nəyə görəsə bu stereotip fikir var ki, yəni fərq var. Mən Azərbaycan bölməsinin məzunuyam, amma rus və ingilis dillərini kifayət qədər mükəmməl bilirəm və
hamı da elə bilir ki, mən rus bölməsini bitirmişəm, amma yox, Azərbaycan bölməsinin məzunuyam. Ona görə də mən bu stereotipdən kənaram deyə, amma cəmiyyətdə bu fikir var da, onunla biz yəni mübarizə apara bilmərik. Necə edək ki, bu stereotip aradan qalxsın? Mən 35 ildir həmin o stereotiplə mübarizə aparıram, yeri gəlmişkən və 92-ci ildə mən 6 nömrəli məktəbə Azərbaycan bölməsinin müəllimi kimi fəaliyyətə başlayanda mənə bir qədər belə qəribə baxırdılar, amma mənim özümün də rus dilli olmağım, hətta mən yadıma gəlir ki, həmin ildə dekabr ayında əlifba bayramı ibtidai sinif müəllimi olaraq hazırladım 3 dildə, həm Azərbaycan, həm rus, həm də ingilis dilində və onda məktəbin rəhbəri dedi ki, 6 nömrəli məktəb hələ belə bir nağılı görməmişdi. Və ondan sonra məktəb məni qəbul etdi. Məndən sonra gələn Azərbaycan bölməsinin müəllimlərinə daha asan oldu. Çünki cığır açmaq ən çətindir, pioner olmaq çətindir. Və mən həmişə mübarizə aparmışam ki, niyə görə mən rus dilini mükəmməl bilirəm, ingilis dilini də pis bilmirəm, amma Azərbaycanlı olaraq Azərbaycan dilini daha mükəmməl bilmək üçün mütləq ki, həmin dildə təhsil almaq önəmlidir, vacibdir. Həmişə bu səpkidə valideynlərlə də söhbət etmişəm, inandıra da bilmişəm. Hətta belə bir misalı sizə çəkim ki, deməli bir 6 il bundan öncə mən öz ibtidai dərs dediyim şagirdimə qızıl medalı direktor olaraq təqdim edəndə təbrik etdim və Aydan onda mənə dedi ki, Aydan idi, Gülşən xanım, çox sağ olun. Dedim, mən niyə sağ olum qızım, bu sənin zəhmətindir, sən qazanmısan. Dedi, xeyr. Siz o vaxt mənim valideynimi inandırmasaydınız ki, Azərbaycan bölməsinə versin, mən rus bölməsində müvəffəqiyyət qazanacaqdım, amma mən heç vaxt medalçı olmayacaqdım. Yəni o mükəmməllik insan düşündüyü dildə təhsil alanda öz bəhrəsini verir və həmişə də işlədiyim müddətdə bax, bu məsələyə çox həssas yanaşmışam, çoxunu inandırmağa bacarmışam. Və bugün də mən deyə bilərəm ki, 6 nömrəli məktəbdə o fərq artıq yoxdur. Ola bilər ki, cəmiyyət artıq dəyişib, söhbət 6 nömrəli məktəb nümunəsində yoxdur, digər məktəblərdə də yəqin ki, belədir. Əvvəla birinci oradan görünür ki, həm Azərbaycan, həm rus, həm ingilis bölməsinin şagirdləri bir tədbir hazırlayırlar. Həmin tədbirdə hər üç bölmənin şagirdləri birlikdə əməkdaşlıq edərək, deməli o arada olan sərhəd bax belə yavaş-yavaş aradan qalxır. Yəni heç kimə yuxarıdan aşağı baxmır. Çünki Gülşən xanım, siz də yəqin ki, etiraf edərsiniz. Birazdan da kiçik bir fasiləmiz olacaq. Ondan sonra bu barədə ətraflı danışacağıq. Yəqin ki, siz də təsdiq edərsiniz mənim sözlərimi ki, yeniyetməlik insan həyatının ən çətin dövrlərindən biridir. Yeniyetmələrdən hər cür təhlükəni gözləmək olar, hər cür qeyri-adi, gözlənilməz hərəkətlər edə bilərlər olar və bu baxımdan da xüsusilə yeniyetməlik dövrü, pubertat dövrü belə deyək, məktəb illərinə təsadüf etdiyindən burada pedaqoqların üzərinə ağla sığmaz dərəcədə məsuliyyət düşür. Bilmirəm, indi təhsil işçilərinin hamısı bu məsuliyyəti dərk edir yoxsa yox. Biz təbii ki, yəni müsbət hallarla bərabər mənfi hallar da var. Mütəmadi olaraq görürük belə xəbərləri və istəyirik ki, bunlar ümumiyyətlə olmasın, amma yeniyetmələrlə işləmək çox çətindir. Bunu valideynlər də təsdiq edər. Ümumiyyətlə yeniyetmələrin davranışını müşahidə edən hər adam təsdiq edər. Bax, bu yuxarıdan aşağı baxmamaq məsələsi. Çünki adətən olur da bu, yəni sən filan bölmədə oxuyursan, sən filansan, yəni belə bir-birini aşağılamaq kimi cəhdlər olur, belə deyək.
Əziz dinləyicilərimiz, Beynəlxalq Müəllim Günü ərəfəsində söhbətimiz davam edir. Bugün 6 nömrəli məktəb liseyin direktoru, əməkdar müəllim Gülşən xanım Orucova mənimlə həmsöhbətdir. Onunla müəllim peşəsindən danışırıq. Müasir dövrün müəllimi necə olmalıdır və biz bullying məsələsində qalmışdıq. Xüsusilə yeniyetmələrin davranışında mənə belə gəlir ki, Gülşən xanım, üstündən 200 il keçsə də, 300 il keçsə də yeniyetmələrin davranışı, çünki bu çətin dövrdür. Yəni insanın fizioloji baxımından da, hormonal baxımından da dəyişdiyi dövrdür. Uşaqlıq dövründən insan artıq böyük həyata addım atır və buna görə də istər-istəməz özündən asılı olmadan davranışı dəyişir. Və çətin dövr olduğu üçün də müəllimlərin öhdəsinə böyük vəzifə düşür. Amma müəllimlərdən də əvvəl yəqin ki, valideynlərin öhdəsinə vəzifə düşür. Bəzən çox təəssüflər olsun ki, valideynlər xüsusilə müasir dövrdə bu özünü daha qabarıq göstərir. Nəyə görəsə mənə belə gəlir ki, mənim özümün orta məktəbdə təhsil aldığım illərdə valideynlər bir qədər daha məsuliyyətli idilər. Belə, bəlkə də stereotipdir, bilmirəm. Amma indi valideynlərdə məsuliyyət görmürəm. Siz deyə bilərsiniz ki, bu texnologiyanın inkişafı ilə bağlıdır. Siz deyə bilərsiniz ki, bu müasir həyatın ritmi ilə bağlıdır. Bizim daha çox işləməyimizlə və övladlarımıza daha az vaxt ayırmağımızla bağlıdır. Amma bizim valideynlərimiz də çalışırdı və bizə də kifayət qədər vaxt ayırırdılar. Nə etməlidir valideyn və burada yeniyetməlik dövründən xüsusilə danışıram. Məktəb və valideynin funksiyaları bölgüsünü istəyirəm aparaq sizindən. Konkret olaraq müəllimin və valideynin öhdəsinə nə düşür? Əvvəla, əgər əvvəllər bu yeniyetməlik dövrü təxminən 7-ci siniflərə təsadüf edirsə, bir qədər erkənləşib, artıq 6-cı sinifdən bu problemlər yaşanmağa başlayıb. Problem həmişə olub. Siz düzgün qeyd etdiniz ki, bu yaş dövrünün dəyişməsi uşaqlıqdan yeniyetməliyə və s. Bugünkü gündə problem uşaqla bağlı deyil. Bugünkü günün problemi valideyndir. Təxminən yeniyetmə dövrünün valideynləri bugün hər hansı bir qərar qəbul etdikdə öz valideynlərinlə məsləhətləşirlər. Lakin onların evladları, onlar evladlarını eşidirlər, evladlar valideynləri idarə edir, əfsuslar olsun. Bunun da bir çox səbəbləri var. Birinci səbəb oradan ibarətdir ki, şagirdlərin bugün dinlənmək acılığı var. Onlarla söhbət etdikdə, onların problemlərini, onları sadəcə olaraq dinlədikdə, nə düşündüklərini əvvəlcədən bildikdə, valideyn olaraq onları düzgün yönəltmək olur. Əfsuslar olsun, bugünün valideynləri öz valideynlik əksəriyyəti, mən hamısını aid edə bilmərəm, valideynlik borclarını yalnız tutaq ki, yuxarı siniflərdə repetitor tutmaqla kifayətlənirlər. Amma bu əsas deyil. Mən yadıma salıram ki, mənim valideynlərim, biz teatr tamaşasına baxırdıq, ondan sonra gəlib mütləq ki, müzakirə edirdik. Sonra onu oxuyurdum, kitabı verilirdi mənə. Kitabı oxuyandan sonra ikinci dəfə gedirdik, tamaşaya baxırdıq ki, bax, indi həm oxuduq, həm fərqi harda olacaq. Üçüncü dəfə həmin əsəri valideynim mənə rusca verirdi. Və mənim Azərbaycan bölməsində oxuyaraq mükəmməl dil öyrənməyim bununla. Bugün hansı valideyn, tutaq ki, teatr tamaşasına gedir, hansısa bir əsəri müzakirə edir, hər kəs istədiyi mənbədən informasiyanı alır. Uşaqlar bu informasiyaların hansının düzgün, yanlış olduğunu bilmir. Və bəzən müasir informasiya olaraq lazım olmayan məsələlərlə maraqlanırlar və bu da valideyn nəzarətindən çıxır. Əgər valideyn, məktəb, şagird ünsiyyəti lazımi səviyyədə olsa, inandırım sizi ki, problemlərin 70% azalar. Əfsuslar olsun ki, bugün emosional evə gedən şagird öz problemini valideyni necə çatdırırsa, onun da bir üst dərəcəsində valideyn həmin emosiya ilə məktəbə qayıdır. Səbəb nədir? Hardan qaynaqlanıb? Bununla maraqlanmayan valideyn aydın məsələdir ki, hər bir valideyn üçün onun evladı əzizdir, doğmadır və valideynlik instinkti deyilən bir amil var. Amma səbəbin hardan qaynaqlandığı ilə maraqlansalar, bəlkə də daha yaxşı nəticə əldə etmək olar. Əfsuslar olsun ki, bugün heç təhsildən xəbəri olmayan bəzi insanlar hamısı təhsil ekspertinə çevrilib. Bugün təhsili müzakirə etmək, tənqid etmək daha çox üstünlük təşkil edir. Əfsuslar olsun.
və bu da müəllim nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Müəllim nüfuzu nə qədər yüksək olarsa, müəllimin adı üçün deyil, yetişən gənc nəslin özü üçün bəhrə töhfə vermiş olar. Əfsuslar olsun ki, bax bu acılıq bugün hiss olunur. Razıyam sizinlə Gülşən xanım, amma bir məsələ də var ki, yəni müəllimlərin də hamısı mükəmməl deyil. Bunu da gəlin inkar etməyək. Müəllimlərin də hamısı mükəmməl deyil. Bəli, valideynlərin də hamısı mükəmməl deyil. Ümumiyyətlə mükəmməl insan yoxdur. Amma məncə bax müasir valideynlərin deyirsiniz ki, övladını dinləyir və onun dediklərinin gəlib 10 qatında müəllimdən heyfini çıxır sanki. Bu məncə dediniz səbəb nədir? Məncə səbəb komplekslərdir. İnsanlarda natamamlıq kompleksi var. Bir də ki, bəlkə də bu sosial şəbəkələrin bizim həyatımıza gətirdiyi mənfi tərəflərdən biridir ki, insanlarda bir-biri ilə heç bir əsası olmayan rəqabət var. Məsələn, bir sinfin valideynlərinin digər sinfin valideynləri arasında olan rəqabəti və yaxud da eyni sinif daxilində, məsələn, kimin imkanı daha çoxdur, kim daha yaxşı geyinir, kim övladını daha yaxşı geyindirir. Bütün bunlar da bullyingdir təbii ki. Bütün bunlar da mənəvi zorakılıq hesab olunur və valideynlər sanki öz komplekslərini və özlərinin həyata keçməyən arzularını öz övladlarına tətbiq etmək istəyirlər və burada da övladlarının fərd olduğunu, şəxsiyyət olduğunu, tamamilə müstəqil bir insan olduğunun fərqinə varmırlar. Öz mükəmməl versiyalarını yaratmaq istəyirlər öz övladlarından, uşaqlarından və ona görə də sanki bax o sizin vurğuladığınız qoruma instinkti ilə, o valideyn instinkti ilə bir ana şir kimi atılırlar müəllimin üstünə. Bu doğru deyil. Və dediyiniz o məsələ Gülşən xanım, indi mən təbii ki burada bölgə aparmaq istəmirəm, sinifləşmə aparmaq istəmirəm cəmiyyətdə, amma ziyalı ailədə doğulub böyüyən uşaq ola bilər. Uşaq ola bilər ki, çox çətinliklə yəni maddi vəziyyəti çətin olan bir ailədə böyüsün. Uşaq ola bilər ki, natamam ailədə böyüsün, valideynlərindən birini ya da hər ikisini itirsin. Yəni bütün bunların fərqi var. İnsanın məktəbə qədər ki, mühitinin necə formalaşmasının çox böyük fərqi var. Məsələn, sizin valideynləriniz bəli, bədii qiraətə təşviq ediblər sizi, baxmayaraq ki, daha sonra siz dəqiq fənnini seçmisiniz təhsilinizi davam etdirmək üçün. Teatr tamaşalarına, bəlkə indi də teatr tamaşalarına gedib bunu övladlarına müzakirə edən valideynlər var, inanın. Amma bir neçə il bundan əvvəl onların sayı daha çox idi, indi nisbətən azdır və o nisbətən azlıqda cəmiyyətin o çoxluğunun içində itib batır təəssüf ki. Və mən istəyirəm ki, valideynlər özü gəlin etiraf edək ki, Gülşən xanım, indi o qədər texniki, yəni informasiya texnologiyalarının inkişafı sayəsində bizim informasiya almaq kimi bir yəni vərdişimiz var, bizim imkanımız var, amma təəssüf ki, biz bundan istifadə etmirik. Yəni sosial şəbəkələrdə daha çox vaxt keçiririk, övladlarımızı buna təşviq etmirik və mənim həmişə vurğuladığım bir məsələ var, dünya görüşü. Valideynin dünya görüşü necədirsə, təəssüf ki, bu onun övladına sirayət eləyəcək və övladı da bu cür olacaq. Ona görə də sizdən soruşmaq istəyirəm. Məktəbi tərbiyə müəssisəsi hesab etmək doğrudurmu? Məsələn, valideynin övladına verdiyi tərbiyəni məktəb dəyişdirə bilərmi? Yəni məktəb çətin tərbiyə olunan bir uşaqdan mükəmməl, nümunəvi bir şagird yetişdirə bilərmi? Yoxsa ki, bu çox çətin məsələdir. Əvvəla onu deyim ki, hər bir insanın xarakteri 5 yaşına qədər formalaşır. Və artıq böyüdükcə insan dərk eləyir, özünün çatışmayan cəhətlərini hardasa gizlətməyə çalışır və ona görə də dəyişə bilir. Amma o 5 yaşındakı uşaq nədirsə odur. 5 yaşına qədər uşaq ailədə tərbiyə alır və ailə tərbiyəsi olduqca önəmlidir. Hə, fərq ola bilir, fərqlilik ola bilir, amma ümumən götürəndə təməl ailə təməlidir. Məktəb sadəcə olaraq o münbit torpaq üzərində toxum cücərtməyə çalışır və o toxumu cücərtdikcə onu budayır, daha yaxşı formaya salmağa çalışır. Mühit özü insanı tərbiyələndirir. Amma ailə tərbiyəsi bu tamamilə yəni danılmazdır və önəmli faktorlardan biridir. Və mükəmməllik, məsələn, biz anlayışının adını çəkdik. Bu şagirddən mükəmməl bir
şəxsiyyət formalaşdırmaq da məncə düzgün strategiya deyil. Mükəmməl insan yoxdur. Bəli, mükəmməl insan yoxdur və o sindrom atliçnitsi deyirlər də rus dilində, əlaçı sindromu. Psixologiyada belə bir termin var. Yəni mən səhv edə bilmərəm, mən mükəmmələm, müəllim mənə söz deyə bilməz. Məndə əgər nəyisə irad tutdularsa, bu artıq şagird özünə çox böyük təhqir hesab edir, sinif yoldaşlarının yanında özünü çox pis vəziyyətdə hesab edir. Məktəbə ola bilər ki, hətta getmək istəməsin. Yəni bu da doğru bir idealist deyilsiniz də siz ki, övladınızdan. Hər insanın artıq əski cəhətləri var və müəllimin məncə valideyndən fərqi ondan ibarətdir ki, müəllim şagirdlərə valideyn kimi övlad gözü ilə baxmır. Bəli, onlara qarşı empatiya hissini duyur, amma son nəticədə o şagirdlər onun övladı deyil və tənqidi yanaşa bilir. Tənqidi düşüncə tərzi ilə yanaşır şagirdlərə. Əslində mən bəlkə də bunu demək düzgün deyil. Uşaq mütləq əlaçı olmalıdır, mütləq 700 bal toplamalıdır faktorunu qəbul etmirəm. İnsan hər tərəfli ola bilməz. Başa düşürəm ki, çalışan, müəyyən bir görürsüz göstəricilər nümayiş etdirən şagirdə hardasa, yəni elə bir insan ola bilməz ki, həm texniki fənlərin hamısını beşə bilsin, hamısını humanitar fənlərin eyni dərəcədə bilsin. Bu mümkün deyil. Sadəcə olaraq şagirdi tanıyaraq, onun çalışdığını, zəhmətini qiymətləndirərək bunu qiymətləndiririk. Çox nadir ola bilər. Əsas bacarıqdır, həyatı bacarıqdır, dünya görüşüdür, insanın hər tərəfli olmasıdır. Bəzən belə deyirlər ki, bacarıqlı valideynin evladı bacarıqsız olur. Bacarıqsız valideynin özünü müdafiə etmək bacarığı yaranır həyatda və həqiqətən də insan hər tərəfli yox, bacarıqlı olmağa nail olur. Bax, bu baxımdan mən heç vaxt insana o qiymətinə görə önəm verməmişəm. Söhbət şagirddən gedir və hamısı, bütün şagirdlər riyaziyyatçı ola bilməz. Bugün məsələn müəyyən göstəricilər var ki, uşağın tutaq ki, incəsənət tərəfdən elə bir bacarıqları var ki, o bir istedaddır. O ölkə üçün bir istedaddır. Onun qiymətləri o qədər də yüksək olmasa da, amma fərd olaraq, insan olaraq hər bir fərddə onun o xüsusi istedadını, bacarığını üzə çıxara bilmək müəllimin borcudur. Bunu bəzən valideyn eləyə bilmir. Gülşən xanım, sizin 35 illik pedaqoji təcrübəniz var. Bu çox böyük bir dövrdür. Yəni həm dünya dəyişib, həm yəni fikirlər dəyişib, həm texnologiya inkişaf eləyib. Və təsəvvür edin ki, mən indi fikirləşdim, mən 90-cı ildə məktəbə getmişəm, 2000-ci ildə məktəbi bitirmişəm. Yəni mənim dövrümün şagirdləri ilə indiki dövrün şagirdlərini müqayisə edə bilərsiniz siz artıq. Bu çox böyük təcrübədir. Yəni sizdən yaxşı bunu məncə heç kim etməz. Nə ilə fərqlənirlər və ümumiyyətlə fərqlənirlərmi? Biz təbii ki, məlum məsələdir ki, texnologiyanın inkişafına görə indiki şagirdlər, uşaqlar ondan daha yaxşı baş çıxarırlar nəinki əvvəlkilər. Bəs məhz digər mənəvi keyfiyyətlərə görə nə ilə fərqlənirlər şagirdlər əvvəlkilərdən? Mən deyərdim ki, əvvəlki şagirdlər daha həssas, o mənəvi dəyərlərə daha çox önəm verə bilən idilər. Bugün mənim üçün müəllim olaraq, yenə də mən inzibatçı kimi özümü hiss etmirəm, mən özümü müəllim hiss edirəm və müəllim olaraq mənim əsas məqsədim o şagirdlərin qəlbində sarı simi titrədə bilmək bacarığını aşılamaqdır. Bugün ölkədə baş verənlər, yəni bizim ərazi bütövlüyümüzün təmin olunması, Azərbaycanın bugünkü siyasəti aydın məsələdir ki, o qələbəni yaşadan əskərlər oldular, şəhidlərimiz oldular. Həmin o şəhidləri yetişdirən məktəblərdir, o vətənpərvər oğulları, qəhrəmanları yetişdirən məktəblərdir. Məktəb səhnəsində, məktəb sinif otağında. Bax, bu hissləri aşılamağı bacarıbsa bugünün müəllimi, demək o vəzifəsini yerinə yetirib. Pifaqor teoremini yadında saxlamaya bilər. Amma yəni o vətənə bağlılığı, xalqa bağlılığı, bu pafos sözlər deyil, ifadələr deyil. Həqiqətən də müəllim insan yetişdirir. Çünki əgər təhsil cəmiyyətimizin gələcəyidirsə və o gələcəyi də yaradan bizim cəmiyyətimizdirsə, bugünkü evladlarımızdırsa, onların hər tərəfli olmağı, vətənpərvər olmağı, o sevgi hissi ilə bugün ailəsinə həssas yanaşan şagird məktəbinə də həssas yanaşacaq, gələcəkdə vətəninə, torpağına da həssas yanaşacaq, sevgi ilə yanaşacaq. Bu hissi aşılamaq isə ailədən başlayıb,
sonra da isə cəmiyyətdə bitməlidir. Gülşən xanım, belə bir fikir var ki, indiki uşaqlar çətinlik görməyiblər. Mən məhz gətirmək istəyirəm 90-cı illərin əvvəlinə. Həm Qarabağ münaqişəsi, yəni biz çox çətin, məsələn, mənim özümün ibtidai sinif dövrüm çox çətin bir dövrə təsadüf edib. Nəzərə alsaq ki, 92-93-cü illər idi və ilk qaçqınlar var idi. Məsələn, mən məktəbə gedəndə əgər sinifimizdə 25 nəfər şagird var idisə, mən ibtidai sinifi bitirəndə o artıq 45 nəfər idi, təsəvvür edin. Bu həm resurs baxımından, həm yəni hər baxımdan çətin idi. Siz bu dövrü görmüş insansınız, ona görə də əlavə şərhə ehtiyac yoxdur. Həm əlifba islahatları, həm dərsliklərin keyfiyyəti, bir sözlə, yəni müəllimlərin özü belə, yəni qaçqın müəllimlər gəlirdi. Mən o çətinliyi görmüş adamam və daha sonra həm kompüter texnologiyalarının inkişafını görmüşəm. Yəni bu millenialların bəxti gətirib də bu baxımdan. Və ona görə də hər şeyi sanki daha çox qiymətləndirməyə meylliyəm. Elə bil ki, çətinlik görən bir insanın daha sonra hər bir şeyə, hər bir yeniliyə belə qəribə bir sevinməsi var, neçə yaşı olmasından asılı olmayaraq. İndiki şagirdlər, indiki uşaqlar haqqında var ki, onlar alfa nəsli, məsələn, indi ibtidai sinifə gedənlər və Z nəsli, 2003-dən bu tərəfə doğulanlar. Deyirlər ki, onlar hər şey görüblər, heç bir çətinlik görməyiblər, amma buna baxmayaraq hər şeydən narazıdırlar, hər şeyin daha mükəmməlini tələb edirlər. Bilmirəm, bəlkə də belə olmaq lazımdır, bəlkə də bizi doğru tərbiyə etməyiblər bu istiqamətdəki, yəni digərlərini daha çox düşünmək lazımdır. Yəni sizcə indiki şagirdlərin, məsələn, sırf mənim bu çətinlikləri misal gətirdim, bax bununla müqayisə edəndə nə fərqi var? Yoxsa insan keyfiyyətləri heç də dəyişməyib? Məsələn, dediyiniz kimi sarı simə toxunmaq, şagirdlərdəki milli mənəvi dəyərlər, onlardakı bu düşüncələr, yoxsa heç bir fərqi yoxdur? Siz həm o dövrü görmüsünüz, həm bu dövrü görürsünüz. Fərq çoxdur. Çoxdur. Həddən artıq çoxdur. Hətta mən keçən il son zəngdə bir faktla rastlaşdım ki, son zəngdə kövrələn uşaqların sayı azalıb. O məktəbə bağlılıq, müəllimə bağlılıq artıq o cür deyil, o sarı sim səviyyəsində deyil. Bəli, bunun bir səbəbi də ondan ibarətdir ki, həqiqətən də uşaqlar artıq özləri mübarizə aparıb hansısa bir məqsədə çatmaq üçün o qədər də əziyyət çəkmirlər, zəhmət çəkmirlər. Çünki bunun çox hissəsini valideyn həddilidir. İnsan yalnız zəhmət çəkdiyi, əziyyət çəkdiyi işin, əməyin bəhrəsini görə bilir və onu qiymətləndirə bilir. Bax, o dəyərlər bugünkü gündə azalıb. Ola bilər ki, bugünkü nəsil asanlıqla qoyduğu hədəfə çata bilir, daha asan çata bilir əvvəlki illərə nisbətən. Yəni 90-cı illərdə xaricdə təhsil almaq nə qədər mümkün idi, mümkün deyildi. Amma bugünkü o hədəfə çatmaq həqiqətənmi həmin fərdə müəyyən bir nailiyyət qazandırırmı? Bax, bunun özü də hələ bir böyük sualdır. Düşünürəm ki, əgər bayaq yenə də valideyn məsələsinə qayıtmaq istəyirəm. Əgər valideyn məktəb birliyi olsa, həqiqətən o birlik real olsa, mən öz təcrübəmdən onu bilirəm ki, bəzən narazı olan valideynləri mən məktəbin proseduruna daxil eləyirəm. Onlar o prosesdə özləri iştirak edəndə artıq tamamilə başqa, eyni fikrə başqa bir rəy söyləyə bilirlər. Kim bizə mane olur, o da bizə kömək eləyər misalına uyğun olaraq. Yəni, mane olur, yox, həqiqətən də o reallığı bilmək üçün aydındır ki, hər bir valideyn üçün onun evladı özəldir, səhvsizdir, bəlkə də belə düşünürlər çoxsu. Amma valideyn özü prosesdə iştirak etdikdə, o reallığı gördükdə tamamilə qiymətləndirilməsi də fərqli. Əfsuslar olsun ki, bugün valideynləri məktəbə cəlb etmək də çox çətindir. Hamı işləyir, valideyn iclaslarına bəzən dayələr gəlir, bəzən nə bilim, yəni valideynlərin hamısının iştirakı, həmişə iştirakına nail olmaq olmur. Suallar olur, valideynləri dəvət edirik, söhbət etməyə çalışırıq və bugün valideynlərin maariflənməsi yönündə işlərin aparılması çox önəmlidir, vacibdir. Bugünün valideyni nədən narazıdır, Gülşən xanım? Bugünün valideyni hər şeydən narazıdır, ancaq özündən narazıdır. Düşünür ki, ancaq valideyn olaraq o düzgün qərar qəbul edir və düzgün yanaşır. Çox az hissə qalıb ki,
hə, o doğrudan da maraqlanır və kənar məsləhətləri belə deyək, düzgün qəbul edə bilir. Yenə də deyirəm, əgər valideyn özü həmin prosesdə iştirak etsə, o prosesi özü görsə, məsələn tutaq ki, dəcəl uşaqların, şagirdlərin valideynləri olur, bizdə belə siniflər olub. Həmin siniflərdə valideynlərdən növbətçilik tələb etmişik. Hər gün bir valideyn gəlib dərsdə oturub və real mənzərəni görəndən sonra deyib ki, siz haqlısınız, halal olsun sizə və həqiqətən də sizdən böyük səbir tələb olunur. Məktəbdə işləmək bugün o qədər də asan deyil. Mən hətta deyərdim ki, çox çətindir. Çünki bugün düzdür, müəllimləri hədəfə alanlar çoxdur. Amma bugün müəllim mütləq göz üzərində işləməlidir, müasir tələblərə cavab verməlidir, bir. Mütləq ki, müəllim müasir şagirdin nəbzini tutmalıdır, iki. Və mütləq ki, müəllim müasir valideynlə dil tapıb, onu düzgün maarifləndirməli və düzgün istiqamətə yönəltməyi bacarmalıdır. Bunun üçün müəllimin özü mükəmməl olmalıdır. Yəni müəllim olmalıdır. Müəllim. Və müəllim sənəd üzrə deyil, müəllim qəlbən, ruhən müəllim olmalıdır. Bu çox böyük bir faktdır. Bəzən olur ki, tutaq ki, göstəriciləri yüksək olan müdavim gəlir məktəbdə işləməyə, amma o nə şagirdlə, nə valideynlə, nə kollektivlə dil tapa bilmir. Daha az nəticəsi olan başqa bir müəllim o qədər tez kollektivi də, şagirdləri də ala bilir və şagirdlərin sevimlisi ola bilir. Bir aksiomadır ki, şagird birinci növbədə müəllimi sevir, sonra onun fənnini. Müəllimə görə onun fənninə münasibəti dəyişir. Bax, o özünü sevdirmək bacarığı, uşağın qəlbinə yol tapmaq bacarığı o əsl müəllimdə olur. Bəli, bu nə həddindən artıq sərt olmaqdır, nə həddindən artıq. Bax, indi bizi dinləyən dinləyicilərimiz də öz sevimli müəllimlərinizi yada salın, xatırlayın və özünüzə sual verin ki, onları nəyə görə sevirdiniz? Mən inanıram ki, Gülşən xanım, əksəriyyətin cavabı bu olacaq ki, dərsi mükəmməl formada keçdiyinə görə yox, onun insani xüsusiyyətlərinə görə sevirlər. Bax, dediyiniz o aksiom ki, əvvəlcə müəllimi sevirlər, daha sonra onun tədris etdiyi fənni. Bəlkə də hər müəllimin özünün təbii ki, dərs metodikası var. Məsələn, bir müəllim fizikanı sevdirə bilməzsə, digəri sevdirə bilər, bu öz yerində. Amma ilk növbədə müəllimin insani xüsusiyyətləri. Məsələn, filan vaxtı filan şey olanda o belə davranmışdı kimi xüsusiyyətlər yadda qalır. Məsələn, mən sizə öz tədris illərindən elementar bir misal çəkim. 2 fərqli müəllim, ikisi də qadın müəllim idi və biz onda təbaşirlə yazırdıq lövhədə, məlum məsələdir. O vaxt belə yəni müasir lövhələr yox idi və silgi var idi. Silgi eyni yəni müxtəlif günlərdə müxtəlif müəllimlərin stolun üstünə qoyduğu çantanın üzərinə düşdü və çantanı batırdı. Yəni bir müəllimin daha doğrusu çantasını batırdı, digər müəllimin isə nə gindi ətəyi batırdı. Və bir müəllim, o hər ikisi də özü dəqiq fəndən dərs deyirdi. Hətta deyə bilərəm, biri cəbir, digəri kimya müəlliməmiz idi. Biri dedi ki, eybi yox, heç nə olmaz. Yəni narahat olma və özü başladı öz ətəyini təmizləməyə. Digəri isə, yəni o silgini hətta bilərəkdən də yox, yəni şagirdlər bunu da edə bilər, məlum məsələdir. Bilməyərəkdən onun çantasının üzərinə salan şagirdə get və bunu təmizlə dedi və mənim yadımda o qalıb. Onların tədris etdiyi fəndə bəli yadımdadır, amma yadımda daha çox bu davranış qalıb ki, bax, əsl müəllim necə olmalıdır? Bu məncə yəni, bu misaldan məlum oldu. Bəs elə ona görə də deyirəm ki, ən gözəl tərbiyə şəxsi nümunədir. Bugün əgər mən keçəndə toxundum və şagirdin qələmi yerə düşdüsə, mən əyilib götürürəm və deyirəm, qızım, üzr istəyirəm. Təsadüfən oldu. Müəllim deyir ki, götür qaldır, bu artıq sizin dediyiniz ikinci bir tərəfdir. Və inandırım sizi ki, uşaqlar bunu çox indikator olaraq həqiqətən də həssaslıqla duyurlar, hiss edirlər. Mən həmişə deyirəm, mən yuxarı sinif şagirdləri ilə sizlə danışıram. Çünki mən onları bir şəxsiyyət olaraq qəbul edirəm. Və əgər onların o şəxsiyyətinə hörmət varsa, qarşılıqlı hörməti mütləq ki görürsən. Və bugün yenə də bütün bu nüansların hamısına baxmayaraq əsas yükü daşıyan təhsil işçiləridir
və təhsil işçiləri içərisində valideynlər də var. Mən şahid oluram ki, eyni bir adam valideyn kimi tamamilə başqa bir fikir yürüdür, müəllim olaraq başqa bir. Bax, o vahidliyə nail olursansa, onda sən mükəmməl bir müəllim ola bilərsən. Mükəmməl müəllimlər varmı indi? Bayaq dediyimiz kimi mükəmməl insan yoxdur. Amma uzun müddət şagirdlərin xatirində yaşayan müəllim varsa, deməli o yaşadığı dövrdə mükəmməl olub. Bugün əgər mənə 92-ci ildə dərs dediyim şagirdlərim hansısa bayramdamı zəng edib Bakıya gəldikdə burada yaşamayanlar müəllimini xatırlada bilirlərsə, söhbət məndən getmir. Mən ümumiyyətlə müəllimdən danışıram. Məktəbi bitirəndən sonra müəllimin olan münasibətdən danışıram. Bunlar varsa, deməli həmin müəllim öz dövrünün mükəmməl müəllimi olub. Və məktəb bitirəndən sonra görür ki, müəllim gəlir, yolunu dəyişmirsə, deməli o müəllim həqiqətən də yaxşı müəllim olub ki, keçmiş şagirdi ona doğru gedib, ona salam verib hal-əhval tutmaq istəyir. Belə də var. Gülşən xanım, bizim verilişin ənənəvi sualı var. Mən bütün qonaqlara bu sualı ünvanlayıram. Əgər zaman maşını ixtira olunsaydı, siz hansı dövrə səyahəti seçərdiniz? Keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcək sizə daha maraqlıdır? Yox, mən dayanmazdım. Mən davam edərdim. Çünki bugünkü gündə keçmişə qayıtma, artıq biz keçmişi görmüşük. Bugün daha parlaq, daha mükəmməl bir gələcək üçün çalışırıq. Və ona görə də gələcəyi seçərdim. Nə yaxşı. Mən gələcəkdə sizə uğurlar arzu edirəm Gülşən xanım. Minnətdaram. Bir daha qarşıdan gələn Beynəlxalq Müəllimlər Gününüz mübarək. Həm sizin, həm də bütün təhsil işçilərinin təhsillə azdan-çoxdan əlaqəsi olan hamının və siz çox gözəl bir ifadə işlətdiniz ki, valideynlər də təhsil prosesinin bir hissəsidir. Onlar da təhsil işçisi, tədrisin bir parçası hesab etmək olar. Təki belə olsun. Təki bütün valideynlər bu məsuliyyəti dərk etsinlər və bir balaca öz övladlarının arxasında dağ kimi dayanmaq yox, yəni övladlarının haqsız olduğu məqamları anlayıb onları daha düzgün istiqamətləndirə bilsinlər, müəllimlərə köməkçi olsunlar, yardımcı olsunlar. Çünki bu onların gələcəyi üçün də Gülşən xanım gəlin etiraf edək. Yəni məktəbdə nə qədər, yəni bizim əksər vaxtımız keçsə də bunun bir müddəti var. Biz 11 il müddətinə təhsil alırıq və vəssalam. Yəni, şagird daha sonra valideynin övladı olaraq öz həyatına davam edəcək və heç kim məktəbdə ona verilən tərbiyədən danışmayacaq. Valideynin verdiyi tərbiyədən danışacaq. Mən arzu edirəm ki, bütün valideynlər bunu dərk etsinlər və öz məsuliyyətlərini dərk etsinlər. Əsas olan budur. Vaxt tapsınlar, övladlarına vaxt ayırsınlar və müəllimlərlə birgə çalışsınlar. Çünki yenə də deyirəm, bu onların özünün gələcəyi üçün vacibdir. Mən sizə uğurlar arzu edirəm Gülşən xanım. Minnətdaram ki, gəldiniz. Təbrik edirəm bir daha sizi. Çox sağ olun. Mən də fürsətdən istifadə edib bütün peşələrin fövqündə duran müəllimlik peşəsi ilə məşğul olan bütün müəllimləri bu müqəddəs bayram münasibəti ilə təbrik edirəm. Təşəkkür edirəm sizə, əziz dinləyicilərimiz. Bugün zaman maşınında həmsöhbəti 6 nömrəli məktəb liseyin direktoru, əməkdar müəllim Gülşən xanım Orucova idi. Ümid edirəm ki, hər biriniz üçün faydalı olan söhbət oldu. Diqqətiniz üçün təşəkkürümü bildirirəm. Yenidən eşidilərik. Özünüzə və planetə yaxşı baxın.